Kimisinin hilinə girib toyuq cücəsini, kimisinin tövləsindən mal heyvanını uğurlayıblar. Hadisələr son bir ay ərzində Tovuzun Əlmərdanlı kəndində baş verib. Sakinlərin mal mülkünün qəniminə çevrilən peşəkar oğrular gecə saatlarında həyət bacaya daxil olaraq əllərinə keçəni aparırlar. Toyuğu, hindişka ondan sonra heyvan, zat, vücut təmiz talan edilir. Başlı bir 15-3 oraya da girmək istəyəndə görürlər, qaçıblar. Kənd sakinləri deyir ki, əvvəllər bu cür kütləvi oğurluq hallarına heç vaxt rast gəlinməyib. Ancaq son bir ay ərzində 20-dən çox evdən toyuq cücə və xırda buynuzlu heyvanlar uğurlanıb. Səhər qalxanda gördüm 13 dənə cücəli toyuqlu varım idi. Qalxanda gördüm qoca toyuqlar çıxdı, cavan toyuqlar çıxmadı. Baxanda gördüm dördünün başını üzüb damın içinə gətirirlər. Səsimə bu qonşu gəldi. Qonşu da burada qonşu dedi ki, mən elə bildim indi it pişik tutub günüzü aparıb. Qonşu dedi, buna bax qan izine, bax çəpərin başını edən dördüm ayağıdır. Sonra bu yezinən bu İstalov işlədirdi. O dedi, mən Çaskoviyə dərim. Çaskoviyə etdi, o da baxa etdi. Hə, tapıcıq elədi. Elə sölüm safı ilə də vardı, getdi. Bax, biz sizdən bu qapıları açıblar, oradan qonşunun məhəlləsinə düşüb, oradan belə sağdan dalına keçiblər yolda. Hətta iş o həddə çatıb ki, sakinlər gecələr rahat yata bilmirlər. Evlərinə hər dəqiqə oğruların girəcəyindən ehtiyatlanırlar. Əmlakına ziyan dəyənlərdən bir neçəsi polisə də müraciət edib. Ancaq cinayətlərin kimlər tərəfindən törədilməsi hələ də müəmma olaraq qalır. Cəbir Məmmədov, Kamran Əskiparalı, Səs TV, Tovuz.